Səyahət etməyi sevənlər bu 5 qadağanı mütləq bilməlidir. Sinqapurda sakız çeynəmək qadağandır. Bu qayda 1992-ci ildə tətbiq edilib və məqsəd küçə və ictimai yerləri təmiz saxlamaqdır. İsveçrədə axşam saat 10-dan sonra mənzillərdəki tualetin suyunu çəkmək qadağandır. Buna səbəb məişət səs-küyünün qarşısını almaq və qonşuları narahat etməməkdir. Yunanistanda tarixi yerlərdə diktapan ayaqqabı ilə gəzmək qadağandır. Buna səbəb həmin ayaqqabıların tarixi abidələrə zərər vermə ehtimalının çox yüksək olmasıdır. Taylandda pulu əzmək və yaxud da tapdalamaq günah hesab olunur. Belə ki, Tayland pulu üzərində kralın şəkli əks olunduğu üçün bu krala və kralın ailəsinə hörmətsizlik sayılır. Birləşmiş Ərəb Əmirliklərində ictimai yerlərdə öpüşmək və qucaqlaşmaq qadağandır. Bu qadağaya səbəb isə İslam qanunlarında bu halların ədəbsizlik kimi qəbul edilməsidir. Və sən hansı qəribə qadağaları bilirsən? Rəylərdə təcrübələrini bizimlə bölüş.